Salam, hər vaxtınız xeyir olsun, dəyərli Media Türk TV izləyiciləri. Gündəm Masada verilişinin bugün olan növbəti canlı yayın buraxılışı ilə sizin qarşınızdayıq. Hər zaman olduğu kimi an itibarilə baş verən ən son dəqiqə hadisələrini və gedişatı masa ətrafında müzakirə edib təhlillərimizi bölüşməyə çalışacağıq. İranın isə ardıcıl səsləndirdiyi təhdidlərin, hədələrin sayı hesabı azalmaq bilmir. Bu dəfə də yenidən növbəti bir şok hədə və təhdid səsləndirilib. Paytaxtı tərk edin, biz vuracağıq və bu barədə əhaliyə də kritik çağırış edilib. Bilirsiniz ki, bir çox dövlətlərin ərazilərinə İranın hücumlarının ardı arası kəsilmək bilmir. Körfəz ölkələri, ərəb ölkələri, ərəb dövlətləri və eyni zamanda İraqa da, Dubaya da bugün müxtəlif şəhərlərə vurulan zərbələr var idi və bunun müqabilində İran nəinki gedişatı dayandırmaq əvəzinə daha da sərtləşir, daha da aqressivləşir və paytaxtdan çıxın vuracağıq deyilir. Bu çağırış isə Qətərə edilən, ünvanlanan xəbərdarlıq mesajında öz əksini tapır. Yəni Qətər də bilirsiniz ki, neft ölkəsidir və orada da bir çox strateji obyektlər, ərazilər, Amerika Birləşmiş Ştatlarının da müxtəlif bazıları qabağındadır. Dağılan ərazilər, xarabalıqlar və ümumiyyətlə müharibənin yaratdığı görüntülər, nələrin şahidi ola bilirik. Bugünkü mənzərə bunu açıq şəkildə nümayiş etdirir. Yəni Amerika Birləşmiş Ştatlarını qisas alacağıq deyə ərəb dövlətlərinin hücumlara məruz qalması nəyi göstərir? Xəbərdarlıq, paytaxtı tərk edin, vuracağıq, əhaliyə çağırışlar və s. Bu istiqamətdə qarşılıqlı və gərgin proseslərin getdiyini şahidi olmaqdayıq. İndiki məqamda təbii ki, an etibarilə yaşananları, son prosesləri və gedişatı təhlil edəcəyik. Studiyamızda isə dəyərli qonağımız, Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı. Hər zaman biz çox vaxt İsveçdən bağlantılar edirik. Bugün Əjdər bəy Tağızadə studiyamızda bizimlədir. Xoş gördük ölkənizdə, vətəninizdə Əjdər bəy. Xoş gördük, təşəkkür edirəm, minnətdarım. Biz də sizə təşəkkür edirik ki, hər zaman olduğu kimi yenə də xahişimizi nəzərə alıbsınız. Mən Güneyli soydaşlarımız ölkənizə, vətənə gələndə onlardan ən çox gözləntim bundan ibarət olur ki, ilk efiri elə bizimlə paylaşarsınız, bölüşərsiniz. Media Türk televiziyasının qapıları hər zaman sizin üçün açıqdır. Güneyli ziyalılarımızın bu tribunadan öz fikirlərini, üstəlik də indiki əsas dönəmdə bütün dünyaya haqq səslərini bəyan etməsi çox vacibdir. Buna görə təşəkkür edirəm Əjdər bəy. Və ilk bugün baş verənləri, an etibarilə yaşananları sizin dilinizdən eşidəcəm. Daha sonra əlavə detallara dair suallarımız olacaq. Tamaşaçılarımız da burada bir çox hansı məqamları öyrənmək istəyirlərsə və sual doğuran nüanslar varsa onlarla bağlı verilişim gedişatında müzakirə etdiyimiz mövzulara uyğun suallar səsləndirə bilərlər. Mütləq yayımımızı bəyənə, kanalımıza abunə olmağı unutmayın. Bugünkü mənzərə Amerika Birləşmiş Ştatları, İsrail və İran arasında davam edən müharibə. Bir çox versiyalar mütəxəssislər tərəfindən fərqli fikirlər söylənilməkdədir. Ən azı real mənzərəyə baxsaq, Amerika Birləşmiş Ştatları və İsrail İrana olduqca ağır zərbələr endirə bilib. Yəni ilk günlərdən bütün rejim daxilində ən yüksək vəzifəni tutan, daşıyan adamlar başda Xamenei olmaqla aradan götürüldü. İndi isə İran sadəcə əlində olan, bugünə qədər saxladığı, qoruduğu imkanların hesabına proksi qüvvələrdən də istifadə edir və s. digər sepah və əllərində saxladıqları hərbi arsenal varsa onların hesabına müxtəlif bölgələri, Qətəri olsun, Bəhreyni, Küveyti və s. vurmaqda davam edir. Sizcə bu senari İrana nə qazandıra bilər, İrana nə gətirə bilər və İran bu yanaşmanı tətbiq edərək indiki müharibədə nə göstərə bilər, bir şansı nə qədərdir sizcə bu qədər baş verənlərə baxsaq? Təşəkkür edirəm Heydər bəy. Birinci mən Azərbaycanın güneyində 40 milyondan artıq olan Azərbaycan türklərini, öz soydaşlarımızı salamlayıram. İzləyicilərin hamısını salamlayıram. Ancaq bu günləri bu ağırlı və acılı durumda ki, millətimiz yaşayır orada. Biz əlbəttə ki, heç vaxt millətimizə inamımızı itirmirik də. Hələ sözü millətimiz deməyib deyəcək də. Ancaq bu günləri göydən demək ki, bu yaz bayramı ərəfəsində, Ergenekon bayramı yazdı, millətin suyun, çörəyin, istiliyin ilacını kəsdilər illərdir.
Axırda da getdilər, İsraili gətirdilər. İsrail bəsdə ölmüş Amerikanı da gətirdilər. Onlardan öncə başqa bir niyyətlə Həşədil Şəbini gətirdilər və demək ki, Fatimiyyonu gətirdilər. Siz nə cür İslam dövlətsiniz? Nə cür müsəlman dövlətsiniz? Nə cür dövlətsizsiniz? Və o xanımlar ki, çıxır deyirlər ki, bir ay bundan öncə bizi dəstəklə tutdular Tehranda, hamımızı zorladılar, dəfələrlə dedik, bizim ərimiz var. Dedilər, siz qənimətsiz, savaş qənimətsiz də farsçada bilmirdilər. Ya əfqanca bilirdilər, ya ərəbcə, ya yanlış dillərdə və dəfələrlə bizi zorladılar və biz də çalışdıq özümüzü öldürək. Bunu bir nəfər, iki nəfər demir. Yəni demək ki, əgər bir qadın ki, indi belənci bir ölkədə açıqcasına danışırlar, əsidlə üz-gözlərin yandırdınız qadınların, başların kəsdiniz, saçların kəsdiniz, özünüz bəsdə örmüş kimin bu 47-ci ildə özünüz başlanğıcdan belə elədiniz. Mən də birisi olanın şahidlərindəndir. Bu günləri ələ salırlar. Ay filan kəslər, ay demək ki, 79-da, 80-lərdə evin zindanında olub. Evin zindanında dərini yandırırdılar. Çocukları zorlayırdılar. Bu rejim, hələ Xomeyni oradaydı, eşidirdi cəmarandan, özü əmr eləyirdi. Və minlərcə insanı, hələ üstü açılmayıb ki, hələ nədir? Amma bu günləri mənim... Əsəd gedəndən sonra nələr çıxdı? Bəli, hələ o Əsədin üzrünü ağa eləyəcək bunlar. Hələ Əsədin, ondan sonra Qəddafinin, ondan sonra onlar Səddamın, bunlar şərif adamlar olacaq bunların əməllərinin qarşısında. Və bizim millətimiz, əsas bizim millətimizdir. İndi bu günləri bu sünni zəkada, ondan sonra sünni zətdə nələr düzəldir. Bir göydən bombalar tökülür, bir də demək, sünni zəka arasında, fake sözlər arasında savaşlar gedir. Ay belə də yazı bəzi vaxt göstərər, Tehran rejimi qalib gəlir, füzə qutaran dəyir, ondan sonra vurırıq. Və onların elə görmədiyimiz silahlar var, Rusdan alırıq, bir dənə Rus bilir, bir dənə Rus bilir, Rusun varı, sizin demək ki, dayansın da Ukraynanın qabağında. Və niyə Toronto'da yalvarı bu günlərdir. O cənab demək ki, çıxıb adam deyir ki, Rusiyadan, ay Putin, ay danışaq da, ay Ukrayna'ca danışaq. Ukrayna'da millət oldu. Sovetin o qalın qalantılarını da sındırdılar, o sindromu sındırdılar, orbitdən çıxdılar. Millət oldu, dövlət oldu. Yox, Zelenski demək ki, nə deyirsiniz, qadın paltarında tiyatro oynardı, sən nə qayırırdın? Putin də demək ki, getdi xarici ölkələrdə də sokak adamı idi, onu bunu satırdı. Onu bunu, KGB-nin demək ki, çıqqılı demək ki, filan idi. Küçük məmuru, ortada qalmıyor, xanımının, keçmiş xanımı yazdıqlarına baxın, adamın. Öyle playboy adam kimin ortalıqda idi. Yani niye, bunu deyirsən, niye deyəndə birindən də şestinə dəyər. Bu adam öldürür, bu çocuk öldürür, kadınları uğurlayır, minlərcə çocuk uğurlayıb Ukraynadan. Və bu həmin demək ki, Rus dövlətçiligidir ki, Bolşevik Rus dövləti vaxtda davamını fərq eləmir. Azərbaycan prezidenti dedi, işğalçıydınız, gəldiniz işğal, Bolşevik dövləti gəldiniz işğal elədiniz. Bir dənin qulağı açılmır, qulvət işləmək istəmirlər. Bu Rusdur. Gəlirdilər, mən getdim, baxdım Qoruda. Birbaşa gəlirdilər bizim üstümüzə. Bir də Azərbaycanda toy bayram, mal heyvan saxlamışlar. Ay gəlir Rus belə, bir xəstə adamlar, xəstə təfəkkürlü adamlar. Dövlət nədir, istiqlal nədir, bağımsızlıq nədir, bayraq nədir? Və bu günləri, demək ki, Rusiya gəlsin də bə, elə ki, bu, demək ki, savaş başlamadan bir gün öncə, Xi Jinping'in də, Putin'in də gəmiləri o da Körfəzdə idi. Körfəzdə idi də gəmiləri. Hara qaçdınız, tədbiqat keçirdiniz orada. Gəl də, ben hara qaçdınız? İran'da, Çin'də, Rusiyada müharibə başlamasını tədbiq keçirdiniz orada. Hara qaçdınız? Niyə qaçdınız? Və Ukraynada da 24 saat nəyi həll edəcəydin? Bağımsız bir dövləti istəyini tutasan, özlə bir yandan dedin, öz millətimiz, öz dinimiz, öz filan. Və hələ öz dilində olanın, öz adında olanın dünyanın. Amma bir şey də elədin. Ukraynada millət oldu, dövlət. Avropanda oyatdın, Avropa elədin. Və bu günləri sənin qarşında elə o Baltikan ölkələrdən o xanım, Arıq xanım, o Kaya Kalas. Elə duracağım bir dənə demək ki, o eksidə bir şey yazır, Putinə ki, sən də filansan, sən bizdə yanmışsın və Avropa. Və bu həmin Almaniya, mən dəfələrlə demişəm. Elə bilirsiniz ki, faşismin, o nazismin cinayətləri başqa. Sizin qurtarıcı adına Almaniya girib, Almanların başına nələr gətirdiniz, elə bilirsiniz, özə qurtarıcı adına.
Almanların başına nə gətirdiniz, necə talan elədiniz? Elə biz bu Alman milləti unudubdu mu? Ya, heç vaxt unutmayıb. Həmin xəyallarla yaşayır. O şuur aldı. Bu Alman millətidir. Hər dəfə yıxılıb durub, nazismi də atladıbdı, faşismi atladıb və sənin də əməllərini ki, Almanların başına nə gətirdiniz, necə taladınız, Almanları necə qadının uşağının üstündən keçdiniz, siz bolşevizm adı ilə, sosializm adı ilə filanla və qurtarıcı kimi gəlirdin. Və demək ki, bəlkə də tutalım hansı nazist, faşist orada nə eləmişdir. Və sən niyə elədin? Sən niyə ondan pisini elədin? Və parçaladın, dünyanı da demək ki, uzun illər, 10 illərcə soğuq savaş dönəminə soxdun. Gətdin, duvar çəkdin zatdan, demək ki, Berlindən, ondan bu tərəfində elədin, ay bu mənim dünyanı qoymadı qımıldıya. Və Qafqazlarda və Türk dünyasında bizim başımıza nə gətirdi? Burası. İndi bu günləri, mən sizə açığın deyim, mən də jurnalistəm. Nə demək ki, bir rəsmi siyasətinə məşğul olan deyirəm, amma məni millətim maraqlandırır, məni vətənim, ölkəm maraqlandırır. Məni də bu günləri, əsas da bizim məsələmiz Azərbaycan dövləti, bağımsız bir dövlətdir. Onu qoruyanlar da, onu saxlayanlar da, ordusu da, dövləti də, başında duran da qalib bir dövlət kimi göstərib, əməldə göstərib. Azərbaycanın bugün güney bizim məsələmizdir. Niyə? Oturan əlovlar içindədir. Və heç bir belə iynə qədəri də imkan qoymayıblar ki, bu diktatoranın, faşismin, despotizmin bu əməlləridir. Orada nə bir başı dəbərən qoyubdur, nə bir demək ki, media var, nə bir jurnalist var, nə bir televizyon var, heç zat. Ha, televizyon öz əlindədir. Çoxsunu öldürüb, sağ qalanları da içəri. Və çıxıb oradan da rəsmi televiziyasından adam barmaq silkələyir, deyir, qoy Trump geçsin, başınıza oyun gətirəcək ki, bir ay bundan qabaq ki, oyunlar zıqqılır, bir ay bundan qabaq. Necə ki, vaxtı ilə tarixdə, Bartolomey olub Fransada, Parisdə, deyiblər, səhərə kimi nə qədər qırırsız, Bunlar 2 gecədə 40 min adam öldürübsən sən. Hədə deyirlər ki, Allah evini yıxmasın, necə o Titanic zadı da var, bir deyək ki, mən... Onu azaldırlar Əjdər bəy, 3-4 min deyirlər, 3-4 min də elə söylürlər, elə 3-4 min. Elə deyil, elə 3-4 min, o 7 min sənədi var, adı filan dünyası, elə deyil. O biri də deyir ki, mənə deyilən ki, bu kəmini necə batırdınız, bu Titanic, bir dənə orada blof eləyən vardı. İndi də dünyası deyir ki, axı 2 gecədə siz 40 mini necə öldü, elədir. Terrorçu qoyublar. Tuşkaları qoydu orada. Ondan sonra da nə deyirsən, Klaşnikovları qoydu. Özü də savaş gülləsi ilə gətirdi Həşədil Şəbini, ondan Hüseyni Yuni, Fatimi Yuni. Dedi öldürün, nə qədər öldürürsünüz, qırın tutduğunuz da tutun, əsir tutubsuz. Və elədilər. Və 100 mindən çoxu da həbsləri aldı və bu günləri də deyir ki, mən belə saxlayacağım. Yəni Fars dövlətinin 100 ildə gətirib ortaya çıxartdığı dinçi, şavinist və işğalçı bir hakimiyyət və bir dövlətdir. Bu Fars dövlətidir, dövlətçilidir. Biraz da ki, ara indi toza düşübdir. Hamısı da çıxıblar ki, ağay Trump, sən gəlirsən İran adına yerə, onu götü ver mənə də. O dövləti, o hakimiyyəti ver mənə. Ondan sonra o birisi o əlindən çıxır. Demək ki, ay Netanyahu, sən o İranı ver mənə də, siz oranı qutarırsınız, qutarın verin mənə. Deyirsən, Tulaytdən də bunlar. Sən bundan da demək ki, təhlükəlisən. Bu mənada deyil ki, bu dəstəklənməlidir. Bu getməlidir, məhv olmalıdır, atılmalıdır. Tarixin dizibildicinə yox, lap belə planla. Amma sən ondan da yüz qarasan. Yəni, bu günlərdə elə, ay şah gəlir. Elə bəzi bizim ölkələrdə, dövlətlərimizdə bəzi adamlar çıxır ki, ay şah gəlir, şah. Deyirsən, sən utanmırsan. Xəzərəcək bir yerə girmirsən. Yaşıl pasportu daşıyırsan, çıxanda Amerikada, İngiltərədə çıxarırsan Azərbaycan pasportunu, İran adlanan yeri pasportu olanda deyirlər, teröristdir, keş bir yana. Səninkinə deyirlər, buyur, xoş gəlibsən azad dünyaya, Avropaya, Amerikaya, hər yana. Deyir ki, sən Azərbaycan vətəndaşsan, soydaşsan. Sən Cumhuriyyət pasportu daşıyırsan, indi durursan bəzi də özlərini, nə bilməyək, adını da çəkməyim. Çox savadlı, çox akademik, o nə deyirsən, Sovetin ürünləri. Sığır deyir ki, aday bizə də şah gəlir, şah tapmışıq. Məsələn, biz şahçıyıq. 100 il bundan qabaq biz cumhuriyyət yaratmışıq. Cumhuriyyət, parlament, pluralisti, sekular, dünyavisi, gəlişmiş, çağdaş. Və hami orada var. Pluralisti bir cumhuriyyətidir, hami oradaydı. Elə menşeviki də var idi, Daşnankı da var idi, Bolşeviki də var idi, ümmətçisi də var idi. Xıyanət eləyənlər elədi, özləri zibil çıxdılar. Nə bilirdilər parlament nədir, burada demək ki, pluralizm nədir. Amma bu Azərbaycanın, bu dövləsi, bu millətin öndə gedənləri belə təkliflə ortaya çıxmışdılar. Və bu gündə o əsasda bərpa olunub dünyaya çıxan isə mən cumhuriyyətdənəm. Biri də çıxır, birəşə deyir ki, hədə da şah gəlir, da filan şah. Nə şahı?
Qarışıqdılar. Dədəsi, nənəsi, Pəhləvi sülaləsinin nənələri. Tacil Muluk, ayrım. Türkdür. Stalinlə görüşəndə deyir, Stalin kim Rusla dastalanışar? Tehranda. Deyir, biz sən oradan bilirsən? Deyir, mən oradanam. Kimin nənə anası idi? Bu Məmər Rızanın. Kimin arvadı idi? Rızanın. Fərəh kimdir? Bu da bu Cüzəlin anası. Kimdir? Türkdür. Qarışıqsınız, bəlli deyir, farssız, çıqansınız, nəsiniz. Gətirib İngilistan, İngiltərə gətirdi embriyosu, atlıyor da, bu günlərdə bu İngilislər hələ də əl çəmir. Bilirsiniz ki, bu qeybə qatılmış, biri qeybdəydi, eləli o azmış, biri də tapılmış, taba da tapılıb. Qeybə qatılanın bilirsiniz, bütün var dövləti milyardılarla pound hardadır? O da İngiltərədə. Milyardılarla pound. Deyirsən ki, burada başqa siyasətlər oynayırlar, başqa oyunlar var burada. Ona görə biz hələ onun üzü görürük. Amma bir məsələ vardı ki, bizim davamız bayaqda siz söylədik. Burada bir çağdaş, müasir, sekular, gəlişmiş, dünyəvi bir Türk davası var. İndi hamısının da ağzına düşdü, başlayıb təzə gəvəzələməyə, saqqız kimi. Biz sekularizm gətirirsək, kimsən bizə sekularizm gətirəsən? İndi ayılıblar. Biz gətirirsək, demokrasi gətiririk, yox da, sektarist, adam yiyən, terörist bər qrupsalar, adam öldürənlər, bir-birini öldürənlər, demək ki, bir dəfə bu Kürtlər, Mustafa ölmüşdü, Məsud Barzani ilə Cəlal Talibani, bir-birini bir gecədə 4000 nəfər birbirindən qırdılar. Cəlal Talibani Tumansaq, Süleymaniyyədən Zadaşımın, Qumaşımın qaçdı Tumansaq. Kürtlər. Sonra da Kürtləri biz indi demək ki, ocalan, adam, bəbək qatili. Biz demokrasiya gətirəcəyik. Sən, demokrasi. O da Ərbildə, o asayiş adını qoyur, asayiş. O asayişdə dırnaq çəkirsiniz, qulaq çıxardırsınız, göz çıxardırsınız, Kürtlər özü deyir. Aynı Kürt gələcək demokrasi gətirir, İran adlanan yerdən. Bu rejimin elə demək ki, özünün bir oğlu qalıb, bir özüdəndir. Ay sıxıblar çəkin, halk mücahidi gəlir, demokrasi gətirir. Amerikada da 150 dənə kongres, demək ki, kongresmən onaylayıbdır. Başını duvara vurub o kongresmən. O kimdir ki, onaylayıb duracaq, demək ki, İran adlanan yerdə çoxunluğunu Türk təşkil edən yerə bir də demək ki, Aynəmzaq göndərir, Şah göndərir. Şah istəyir, Zültün aparın üzrədə, saxlayın da. Ya demək ki, xalq mücahidi istəyir, Zültün aparın da, özləri də. Heç bunları siz oxuyubsınuz atların proqramına, baxırsınız. Düzdür. Adam demək ki, məcburdur, deyək ki, bunlar geçsin, it də gəlir yerinə gəlsin, olar. Bir nostalji da vardı, deyək ki, deyəsən, keçən vaxt belə, elə deyildi. Pəhləvi sülaləsi dönəmində, Pəhləvi sülaləsi nüqtə bu. Pəhləvi sülaləsinin qəbrindən, beşigindən bunlar çıxdılar. Yəni ki, bir normal rejim olsaydı, içindən deyək, onlar getdi, qəşək yerində, belə gör kim, deyərdi, Allah dədəvə rəhmət eləsin. İndi hamı deyək ki, Allah dədəvə lənət eləsin. Bu neydi çıxartdı saldı zalımı? Məhəmməd Rıza da dırnaq arası, şah məsələm. Məhəmməd Rıza da deydi, mən bilirəm nə olacaq. Bilirdi, dövlət adamları, siyasi partiyaları, Azərbaycanda yara həməşə təzədir. Məhəmməd Rıza, Pəhləvi sülaləsi Azərbaycanda az günlər içində 30 min adam öldürüblər. Azərbaycan güneydə o yaranı sağalda bilməyibdir. Bütün ziyalılar, bütün şairlər, bütün alimlər, bütün siyasətçilər bir dənə demək ki, orada dedilər ki, bir dənə indi adı Xod Muxtar qoyub, bir dənə demək ki, nə deysən, öz taleyini təyin eləci bir şey olsun. Yox. Deyirlər ki, Məhəmməd Rıza deyir ki, əlim gedər ona qoysan, sən nə əlinlə, sən kimi deyir, ağlaya bilirsən, nə oldu sonra? Elə atası kimin, atasını İngiliz gətirmişdi, tula qulağı kimi tutdular, o Rıza, vurdurur, gözlə, sabahsız heyvərə. Həsənamat var Tehranın ortasında. Gecələr ona yolu kəsərdi. Arvad uşağa sataşardı. Özlər şah olandan sonra bilirsiniz nə eləyirdi? Elə ki, axşam sağı olurdu. Onun xəfiyyəsi xəbər gətirdi, filan gözündə qızı böyüyübdü. Demək ki, gözəl görsə, gecə dururdu, biraz gümüşdən qızılan töküldü torbaya. Bir şenel də vardı, geyirdi, ana. Torbanla vururdu qoltuğuna, gedirdi filan gözünün qapını, tak. Adam da açır, bu heyvərə qapıdadır. Heyvəri, də belə, şah. Buyurur siz, nə? Almışam da 3 dənə qızız da böyüyüb, xalqın qızın qoltuğuna vururdu, getdi. Hətta İngilislər aparanda da o dövlət şahını götürdü, apardı özü ilə də. Yəni,
Pəhləvi sülaləsindən, ay əxlaqdan, ay nəm təmizlikdən, ay dövlət, elə deyil. İngilislər də Uzun illər İranda yaşadığınız üçün o rejimin mahiyyətini, yəni yəni gəldilər İngilislər, adamın qulağını tutdular, tula kimi götürdü, yapar. Hara özlər? Dedi, qoy Hindistana gedim. Apardılar Murisə. Əjdər bəy, müzakirəmizi davam etdirəcək. Qısa bir fasilə verək. Daha sonra studiyamızda yenə də gündəm və baş verən hadisələr, İran daxilində yaşanan gedişat bu barədə təbii ki, söyləyəcəklərimiz olacaq. Bəli, dəyərli tamaşaçılar, gündəm masada verilişində İranın daxilində yaşanan və ətraf bölgələrdə cərəyan edən müharibənin təsirləri, nəticələri, bu an etibarilə baş verən ən önəmli hadisələr, gərginlik və gələn xəbərlər nələrdir göstərir, hansı proseslər cərəyan edə bilər, nələrə hazır olmalıyıq, bu suallara cavab tapmağa çalışırıq. Hal-hazırda 1000-ə yaxın şəxs bizimlə birlikdədir, tamaşaçılarımızın sayı durmadan artır, cəmi 101 bəyənmə var, 1000-ə yaxın seyirci üçün bu olduqca az göstəricili sayını daha da artıraq, bir nəfər yayımızı bəyənirsə, daha 10 nəfər şəxsi də verilişimizə dəvət edəcək. Bu deməkdir ki, auditoriyamız genişlənsin ki, prosesləri, gedişatı və gərgin hadisələri daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. Bugünkü müharibə ilə bağlı həm hərbi ekspertlərdən, həm təhlükəsizlik mütəxəssislər siyasi şərhçilərlə danışır. Əjdər bəy, sizin də bir yanaşmanızı, fikrinizi bu barədə eşitmək bizim üçün və tamaşaçılarla da çox maraqlı olar ki, rejimin mahiyyətini bilirsiniz. Bu barədə çox danışmışıq, çox şeylər demək mümkündür. Amma bugün onlar nələrsə göstərməyə çalışırlar. Necə ki, Rusiyada, Ukraynada sağa-sola saldırırdı, hər tərəf vururdu, bombalayırdı, dağıdırdı ki, mən güclüyəm, mən ayaqdayam, vuruşacağım, heç kim mənə belə deyək, güc gələ bilməz və istəklərimə nail olacağım. Amma bu istəklər, bu arzular 5 ilə yaxın davam edir, heç bir şey qazana bilmədi Rusiya. Yenə də dağıntılar var və s. Amma Ukrayna müharibəsi göstərdi ki, bu xalq dirənir, əzmkardır, döyüşəcək və sona qədər də gedəcək. Həm də Ukrayna bugün Körfəz ölkələrindən belə mütəxəssislər, qruplar əlavə dəstək göndərir. Təsəvvür, Ukrayna özü artıq texnika istehsal edə bilir və öz müharibəsini, Rusiya qarşı olan müqavimətini nəinki davam etdirir. Rusiya kimi vəhşi imperialist bir davranışlar sərgiləyən ordunun, rejimin qarşısında tab gətirməklə, müqavimət ortaya qoymaqla bərabər, hətta Amerika Birləşmiş Ştatlarına iş o yerə gəlib çatıb ki, Ukrayna yardım edir. Yəni, bunu bir neçə ay əvvəl, bir neçə il əvvəl söyləsəydik, heç kim buna inanmazdı. Hamımız təcrübəsi ilə bu hadisələri qarşılayardıq, amma bugün bu proseslər də baş verir. Yəni, hadisələr, keçərliyin içində bu da var. Məqsəd daha çox bilmək, tamaşaçılarımıza da bu maraqlıdır. Ukrayna müharibəsində biz örnək nümunə gördük. Bu xalq döyüşə bilir, mübarizə aparır, Rusiyanın qarşısında dayanır. İranda isə yenə də onlar da bir görüntü yaratmağa çalışırlar. Sağa sola vurmaqla, dağıtmaqla. Orada Rusiya örnəyi sanki daha çox ön plandadır. İndi bəzi analizlər, təhlillər daha çox Amerika Birləşmiş Ştatlarla İsrail nədənsə Rusiya bəyənzədirlər. Amma sağa sola hücum eləyən, Rusiya kimi dağıdan, vuran, günahsız insanları öldürən, həm də İranın da fəaliyyətlərində biz bunu görməliyik. Çünki Qətərdə xalq nə edə bilər? Bəhreyndə yaşayan insanların, Səudi Ərəbistanda olanların, İraqda yaşayanların, İordaniyada olanların və digər ərəb ölkələrində günahı var. Naxçıvana dron zərbəsi endirildi. Orada insanlarımız ölə bilərdi. Bizim nə günahımız var? Bizim heç bu işlərə heç bir aidiyyətimiz yoxdur, qarışacağımız yoxdur. Amma sağa sola saldıran Rusiya örnəyi ilə İran örnəyi nümunəsi var. Sizcə Rusiya 5 ilə yaxındır dözür. Hələ də belə müəyyən bir müqavimət göstərməyə çalışır. İran bunu necə edə bilər? Hansı şəkildə? İranın dözümü nə qədərdir? Bir çox ehtimallarda hətta özləri deyirlər ki, biz 6 ay müharibə edə bilərik. Sizcə belə bir ehtimal versə mümkündür? Nə qədər dözəcək? Demək ki, mən niyə bu Pəhləvi sülaləsinə toxundum bilərək. Bu demək ki, bu imkanı yandırmaq istəmirik ki, mediadır, tribunadır. Məsələ budur, bu günləri sübdən axşama İran adlanan yerdə telefonu kəsilib, internet kəsilib, amma satelitdən birbaşa yayılan televizyonlar, 4-5 dənə televizyonlar birbaşa yayılır və baxılır da, görünür də. Və demək ki, ay şah gətirir, şah gəlir, fərmanlar, nənfilanlar, hazırlaşın, o dəstə buradan, o birisi dəstəsi də görəcək. Misal deyirəm sizə, siz bunları dediniz. Amma burada bir söhbət var. Söhbət budur ki, hətta bəzi vaxtlar yeri gəlir ki, biz öz dövlətlərimizdə tənqid edirik. Yoxsa demək ki, qarşısında başqadır. Niyə? Bu günləri elə bilirsə, Amerika Allahdan istəmirdi ki, bu ərəb ölkələrini Tehran rejimi vura, istəyirdi. Savaş başlanmadan ərəb ölkələr dedilər ki, Tehran rejimində sizin o oradakı Amerikanın o düşərgələrin filanı vıdaram. Amerika deyibi yox, mən onları yığışdıraram bir dəsin, ondan boşaldaram, ondan belə filan. Tehran rejimində getdi bütün ərəb ölkələr. Bəhreynlə başladı, Kuveytdən üzü aşağı, Qətərdən, ondan sonra Əmaratdan. Axırı getdi Omanı da, Oman kəmişə bunu bələyib, təmizləyib, pəmpersin bağlayıb. Ondan görə axırı günədə onun Xarici İşlər Naziri Şveysariyadan qaçdı Amerikaya tanıdı. Onu da vurdu. Və burada nə var? Orada Əl-Əhvaz var. Özləri indi adını qoymuşlar Xuzistan. Təngan və özləri Kəncan deyirik. Əl-Əhvaz var, ərəbdilər. Böyüdə silahlı da mücadirə aparır. Bilirsiniz kim onları dəstəkləyir?
Bütün ərəb ölkələri alır. Misir də dəstəkləyir. Mənim onlardan qədimdən dostluğum var. Əlaqəmiz də var. Həm təşkilatlar olaraq, şəxs olaraq. Bəluçilər bilirsiniz neçə ildir orada Mukir məscidində tutublar. Hamid də Sünni molla kimi oturub orada didişir rejiminə. Sıralı savaşırlar. Bilirsiniz kim onlara dəstək çıxacaq? Gedir, gəlirlər Pakistanla. Elə bilirsiniz Pakistan ordusu. Sabah buraxacaq hər şeyi. Ondan Amerikanın sözündən çıxacaq. Öyle söhbət yoxdur. Orada oturan Genelkurmay Başkanı, o ordu, səbət yazar filan. Elə bilirsiniz ki, demək ki, başqa yerlərdə, yəni bu Kürtlər də ki, oradan hazırdır, gündə ki, Amerika ilə himzimdədirlər. Ərbildən də, bir ayaqları Ərbildə, ondan sonra gedirlər, qaydanda da, adam öyle çay gətirir, nəminə yağ gətirir, içində də Klaşnikov, küllələr filanlar və gündəki əməllər də bəlli. Amma məsələ burada gəlir Azərbaycana. Azərbaycanın güneyinə, papağımızı deyirlər, belə başımızdan götürək, ataq, ya da əyri qoyaq, danışaq. Azərbaycanın güneyinə. Azərbaycanın güneyinə belə demək ki, əhanət elədilər ki, Azərbaycanın güneyində var olan hərəkat, nə Kürt meydanında İran adlanan yerdə, nə Şahçısı, nə filan, özəlliklə bu orta zildə. Azərbaycanlılar demək ki, yüz minlərcə çıxdılar, mədəni formada. Təhqir olundular, çıxdılar, göl məsələsi oldu, çıxdılar və bir hərəkat gəldi, formalaşdı orada. O faktoru da ödədilər, zindanlarla, işgəncələrlə, ondan sonra çörəkləri kəsildi, işi kəsildi və bu yüz minlərcədir. Gəlişmiş gənc özü də. Həmin gənc ki, biridən nazığına gəlir. Bu demək ki, çıxıb demir, ya Allah, bismillah, ya Allah, dünyada qarşı deyir. Amma bu rejim kaostik, diktatora, dini kullanan, məzhəbi istismar edən, hamısı beləncə ondan cana gəlib. Amma durub deyir, haray Türkəm mən. Türk davası gedir. Kimsələr qəbul elə bilmir. Kimsələrin də canı, bağrı çatlayır ki, niyə bu Türk davası bir dəfə Azərbaycandan, Qafqazlardan əl oğlandı və Balkanlara cək və bütün Türk dünyasına da hər yanı əl oğlandırdı və indi Azərbaycanın güneyindən bu layiq, dünyəvi, bu Türk milləti və çıxırlar deyirlər ki, Azərbaycanın güneyində olan bəzi nanəciblər, İran adlanan yerdən, bu İrancı qruplar, Şahçısı, nə bilim, Kürtcığazı filanı, yox, Azərbaycanlar elə demək ki, rejimi dəstəkləyirlər, rejimi filanı, boş-boş danışırlar. Bu Azərbaycanda Türk millətinə cəfadır, zülmüdür, əhanətdir. Ona görə də əgər sən işini yerinə yetirə bilmirsən, məsuliyyətini yerinə yetirə bilmirsənsə, missiyanı yerinə yetirə bilmirsən, özün bilərsən. Amma millət olarlığında qalır yerindədir. Necə ki, Azərbaycanın quzeyində, bu dənə gərsəklidir. Azərbaycanın quzeyində bu millət, o dünyanın o vaxtında, neçə milyon Azərbaycanlı vardı? Bəlkə 6 milyon, belə o civarda. Menşeviki burada, Denikin burada, nə bilim, Bolşeviki orada, ermənisi bu tərəfdən küşürtmüşdülər. Məhmədən bəy deyir, heçdən bir dövlət yaratdıq, heçdən döyüdük. Hamısı bəy, hamısı alicənab, komanda alicənab və bu millət döyüşdü, vuruşdu, yaratdı və bir də bərpa elədi. Və bir də bərpa elədi, o Sovetin qardından səhədi çıxardı. Bilirsiniz nə oldu? İndi deyirsiniz, bu farslar və bu İrançılar və bu dinsilər bir nöqtəyə gəlib yetişir. Hamısı hərə bir dənə özündən bu günləri yol xaritəsi çıxardır. Hərə o nə deyirsiniz, nədir, Mao Zedong kimin, o Ənvər Xoca kimin, kimsələr kimin. Hərə bir dənə kitabça çıxardır. Mən də bir kitabça çıxardım, belə eləyir. Bu nədir? Başında da yazıblar, İran adlanan yerin toprak diyor. Biz Türk olarak, Azerbaycanlı olarak devleti uğurlamış bir millet kimi İran adlanan yerin adı kabul etmirik. 1925'ten bir yana bir oyunu attılar artıya, götürün İran düzəyi. Farsların özləri də əvvəl kabul eləmirdi, olmayı. Ona qarşı çıxırdılar. İndi çıxırsan sən Azərbaycanlı olaraq, Türk olaraq hardan bu missiyanı sənə verdilər? Azərbaycanı unudursan, ondan sonra deyirsən ki, da İran. Nə oldu bu huluya? Onda biri də ki, Azərbaycanda Bakıda çıxırır, rusofil olur falan. Deyirsən bu xəstəlik epidemi deyə, deyirsən yoluxur bu adamı. Ona görə ki, işğalçılığın o kadar ömrü uzunu köləlik məhv insanı paraliz edir. Necə ki, bizim biri də akademikdən, universitet müəllimindən, nə olsun siyasətdə oturur. Gəlir demək ki, dövlətin belə yuxarı üstünlüğündə oturur. Deyir, bu adam xəstədir, bunun beyninin dahi paraliz olub deyir. Bu düzələsi bir şey deyir. İndi bəzi o nə deyirsən, qırmızı xemerlər zat, ya vitramda zatda yığıb aparırdılar bu inqilablarından sonra ya o Lenində filan da. Niyə onu dedi? Vaxtıyla Bolşeviklər də ki, vətəndaş müharibəsi qırdılar, töydülər, axır Ruslar yığıldılar bu Leninə də, özləri də öz aralarında deyir, bu Lenin gəlib elə bu Rusiyanı böyüdəcək də.
İmperiyanı saxlayacaq da. Elə o da çıxdı bir dənə yalandan, neftdən, nəmnəmənədən filan çıxartdı. Ruslar bir də imperiya yaradır. Özdə imperiya Türk dünyası, Türk millətinin hesabına. İndi İran adlanan yerdə də biri də çıxıb ki, ay mənim əziz İranım, ay Trump ora vurma uf oldu, bura vurma ora xaraba qalar, ay bir Natalya, ben nə cür razıyam? Düşman oradan girir, sana dönübdür. Buradan qaçır, ora girir, buradan çıxır, ora girir. Ondan sonra da füze atacağım, mən də vuracağım. Bu savaşdır, bu şaka deyir. Və gələcəkdir, belə gələcəkdir. 47 ildir, deyir, gəl daha, gəl. Ya, əyyuhəllə kafirun, gələyəm Washingtonda, özüm də gəlməsəm Hamas'ı yollayam. İndi Hamas bu günləri çıxıb deyir, ay qanmazlar. Düz deyə pılı siz verirsiniz. Biz dinlən preksi deyirsiniz, yanvar nə? Ərəb ölkələri vurmayın. Ərəb ölkələri vurma. Vurma, zibili çıxar. Niyə? Sabahları bu Amerika təhcə zatdan girməz, gəlir gəmilərdə. Gəmilərin birində 3500, birisində 5000 gəlir, quru qüvvələr. Trump da axır deyir ki, sıxışdırma onu, quru qüvvə, oğlama, quşlama olacaq. Oğlama, quşlama. Hamarlayırlar indi. Gah deyir 5 həftə olacaq, Trump Netanyahu deyir ki 2 həftə olacaq. Onlar bir missiya götürüb. Amerika dövləti bilir bu Trump oturdu Ağ evdə. Cəmaata da gedin kongresi tutun. Hücum irəli, zam nə oy? Burəli. Ama deyirlər, nə oldu? Bu Trump'ı bir-bilə işinə, bir-bilə Amerikaya zarafat deyir. Nədən bunu bir də dövlət başına deyirsə, o missiyası kimi gətiriblər. Bir şeyləri hamarlaya, yeni bir düzen yarada. Latin Amerikaya bax, Venezuela bax, hamarladı. Kimsə Venezuela'nın da adını çəkirmi? Çin'i də, Rus'u da, Tehran rejimdə bir gecədə yığışdırdı. Dedi, ulanlar neftin özüm satıram, 5 milyar dolar da satmışam, satacaq burada mənim. İndi də deyir ki, Çinə də deyir. Deyir ki, bilirsiniz nə var? Qoy ara sakitləşsin. Neft istəyirsiniz. Mən verəcəyəm 13 milyon 500 bin barel şel daşlarından indi Amerika özü istehsal edir. Gəmiləri, hər şeydə yerində və Venezuela'da dünyanın ən böyük rezervləri. Deyir, götürəcəyəm, onu da oradan satacağım və bir yandan da evdə həməşə deyirdilər, ay xarç, gedəyən xarça, azad bölgədir, gedib orada gəzirsən, keyf eləyirsən, adamlar, o 8 bindən adamdan çox ora ceyran bırakmışdı Məhəmməd Rıza. Şefin də yaşlıqlarının oradaydı. Ələm, saray naziri, Ələmə də idi ki, gedək gərdişə, xalqın qızlarını götürüb gedirdi ora. Bu şahın da anası Tacir Mülk, Ələmə dedi, köpək oğlu, sən nə qədər şərəfsizsən, əl çəbul filan canım. Həmin xarçı da neynədi? 40 il bundan qabaq, demək ki, Guardian qəzetinə, Trump 40 il bundan qabaq, Saddamla savaşanda deyib ki, Amerikaya, gəlin bu xarcı tutaq, bunları boğazından sağ qudaram. İndi gətirdi bir yerə, dedi ki, dedi, bax görün, o Hürmüzü də, İranlılar elə həməşə deyiblər, Hürmüzü bağlarsan, özü əqva filan eləyirsən də, ondan sonra hardan qazanacaqsan. Sanksiyalar bir yandan, ondan filandan. O da dedi, bax görür, Hürmüzü bağlayır. O da mən də, xarşı tutacağım. Gəldi, vurdu xarşı və Trump da deyir ki, mən orada xarşıda, o demək ki, ordunun olan yerləri zadı vurmuşam, nefti vurmamışam, boruları. Niyə? Özüm satacağım. Gələcəyəm də ora, gəlir də ora. Girəcək, amma məsələ var ki, niyə onu dedim? Dedim, bax, sabahları bu ərəblər o cür deyil. Əmarat illərdir ki, böyük tomb, kiçik tomb və Əbu Musanı istəyir. Rus da buna səs verib, o körfəzdə, Tehran rejimində onu biz tutmuşuq, bizimdir, İngiliz gedəndə götürmüşük. Deyir ki, onu əmarat istəyir. Ona görə də indi də, Amerikada deyir ki, sizin də haqqınız veriləcək, filan da, geçmi də tutacağım, o Hürmüzün boğazın deyirlər orada. Deyir, gəlin, Fransa, gəlirsən gəl, gəlmirsən, gəlmir, kimsə gəlmir, İngiliz, gəlirsən gəl, gəlmirsən, gəlmir. Tutacağım oranı da, yığışdıracağım da, bunların da oradan nə qədər körfəz boyu, nə varsa, hamısı məhv edəcəyəm. Eləyəcək da, 2 həftədir, indi 7000 yeri vurub, deyir, hələ 3 həftə, bismillah da, Netanyahu, hələ 3 həftə deyil, vaxt var, 3 həftəyi. Ona görə də, nə mənədir, sabahları, Amerikanın quru qüvvələri ki, hamı deyir ki, girməz, Tehran belə qabaq da deyirdilər. Biz füzələri bir yerdə gizlətmişik ki, İran adlanan yer 1 milyon 600 min kvadrat kilometr. Sizə quru qüvvələr nə vaxt girə bilər və girəcəksə nə olacaq? Aybət, açırım danışağı. Elə bunu... Amerikalılar, CIA elə yox, Amerikalılar da, sən nə deyirsən, o Fransızlar da, ondan sonra İsrail də, Musad da, hamısı Tehranda. Əjdər bəy, bu suala cavab istəyəcəm, amma qısa bir aradan sonra yenidən studiyamızı davam edirik. Dəyərli tamaşaçılarımız, yeni qoşulan seyircilərimizin sayı durmadan artır və burada 1500-ə yaxın şəxs bizimlə birlikdədir və yeni qoşulan seyircilərimizə
Ənənəvi ricamızı xatırladırıq. Mütləq yayımızı bəyənin. Çox sayılı tamaşaçımız üçün 197 bəyənmə az göstəricidir. Bunu sayını artıraq və verilişimizi də bəyənməklə bərabər kanalımıza da abunə olmağı da unutmayın ki, baş din hadisələri, gərgin gedişatla bağlı yenilənən məlumatları və müzakirə etdiyimiz mövzuları daha geniş auditoriya izləyə bilsin. Paytaxtdan çıxın vuracaq hədəsi İran tərəfindən daha bir şok hədə gəlib. Qətər bir növ yenidən İranın hədəfindədir və oradakı əhaliyə, insanlara paytaxtı dərhal boşaldılmağı və bir növ həmin əraziləri tərk edilməsi ilə bağlı növbəti çağırış və hədə xəbərdarlıq səslənməkdədir. Həm İraqa hücumlar, buna qədər Birləşmiş Ərəb Əmirlikləri səhər saatlarında xəbərlər buraxılışında çatdırdıq. Beynəlxalq hava limanları vurulur, Dubaydakı aeroporta hücum olub, Bağdad ərazisində İraqın paytaxtına növbəti hücum olub. İndi də Qətərə xəbərdarlıqların, hücumların ardı-arası kəsilmək bilmir. Bu proses Körfəz ölkələrinin, ərəb dövlətlərinin vurulması nə ilə nəticələnəcək? Onlar da proseslərə qoşula bilərlər. Hətta Trumpın çağırışı olub ki, gəlin bu mübarizəyə siz də qoşulun. Birbaşa olaraq artıq o dövlətlərin ərazisində hücumlar olunursa, Hörmüz boğazı, Kəngər boğazı tarixi adıyla desək, bağlanırsa, o dövlətlər üçün də böyük təhlükələr var, risklər var. Buna qarşı müqavimətdə, mübarizədə həmin dövlətlər proseslərə qoşula bilərmi? Amerika Birləşmiş Ştatları yaxın şərqə 5000-ə yaxın silahlı birləşmə və qrup cəmləşdirməyə çalışır. Həmin o 5000 silahlı İranın daxilində quru əməliyyatlarına keçid ediləcəksə, onların bir hissəsi və ya tam olaraq hamısı İranda daha nələrin hadisələrin şahidi ola bilər. Bir tərəfdən də ərəb dövlətlərində mübarizəyə, müharibəyə qoşulması ehtimalı və s. məsələlərdə, versiyalarda bugün səslənməkdə, müharibənin gərgin gedişatının ortaya çıxan ehtimallarda yer almaqdadır. Əjdər bəy, həm 5000-ə yaxın silahlı birləşmə, hələ ilkin olaraq bu rəqəm söylənilir, bəlkə də bu daha da artacaq. Bir də 3500 gəmi gəlir. Gəmi gəlir və bunların sayı 10.000-ə yaxınlaşır və daha da artma ehtimalı var. Sizcə, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump da çağırış edib ki, İraqı vururlar, İordaniyanı, Qətəri, Küveyti, Bəhreyni, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, həmin dövlətlər də bu mübarizəyə qoşulmalıdır. Sizcə, kimlər, nə vaxt, necə həmin bu adı çəkdiyimiz dövlətlərin ölkələri və rəhbərlik heyəti qərar ala bilər ki, İranda əməliyyata qoşula bilsinlər. Sizcə, bu ehtimal nə qədərdir? İndiki məqamda qoşulacaqlarmı və ya Amerika Birləşmiş Ştatları quru qüvvələri də gətirir? O quru qüvvələri nə vaxt və hansı şəraitdə İran daxilində əməliyyatlara başlaya bilər? Demək ki, boş zamanından demək bir yaxın doğu projesi Amerika ortaya attı və bu bölgədə də hamı dedi bəli biz ondan narazıyıq. Və Irakı demək ki tutdu və hələ bu gün də İraqdadır, bir yerə getməyib ki. Ona görə də bu dəfədə Amerikalılar böyük bir geniş, biz hamısı bilmirik yaxı. Elə çıxır Trump orada 5-6 kəlmə danışdı, bəzi vaxt məni çox danışdırmır onu. Gedirəm evə marala qoya, gedirəm istirahətə. Danışıram sonra çətin olur da məsələ. Ya bir dənə o jurnalistə belə deyib filan, amma şaka dövlət deyir Amerika dövləti. Sən ondan zarafat eləyə bilməzsən. Çin kütəyin dilini çəkib oturub yerdə. Çin Tehran rejiminə nə qədər biznes yolar? Onlar 50 milyar, 30 milyar. Nə edəcək? Çin gəlib bölgəsində? Yox, 30 milyar. Amerika ilə qutaran deyir, Amerika tur 40 deyin, ondan sonra qədər qutaran deyir. Və yaxud Rusiya iç günündədir. Bu Bakı bazarına çıxardılar, Putin gəldi, Rusiyada. Bədemirdir, Rusiya, böyük Rus. Mələtli qoydu orada, o Zelenski yeriyə şəfiləndə. Yaxşı siyasətdə işlədi, Batı dünyasında bilir hardan vura. Niyə? Və millət də bilirsiniz nə var? Millət dövlət məsələsi. Bir millət ki, dövlət ilə birləşdi. Dövlət millət ilə nərdir? Deyirsən, ondan bazarmaq olmayacaq. Bu millət əl çəkməyəcək. Uf deməyəcək, vuracaq da. Ona görə də bu günləri Amerikanın yeni geniş bir proje burada oynayır. Və Allahdan da istəyib, bəlkə də Amerikanın əlində əlacı olsa, bəlkə də. Elə altdan gedir, ikisini də atın Qətərə artı vurur. Lap elə o göydələn o birisində pıynızını vurur, salın. Ondan Tehran rejimində deyişib, bilirsiniz nə olub deyir, bəzi bu dinçi qrupları və nəmilən deyir. Odanı ki, orada Tehran rejimi vurub, istəyər İsraili yansıyalara, yəni yamsıyalar. Bilirdilər o odada, nə deyirsiniz, amaratda, o odada Amerikalılar oturmuşmuş. Deyirsən, Amerika qorxur ki, sən orada 5 nəfər Amerikanı, ya deyirsən, məsələn, dünən mən bir dənə eşidirdi, Amerikanın yanacaq daşıyan təyyarəsini, Amerikanın 4 dənə təyyarəsini yerində vırıbsan, Kuveytdə tərzidat edibsə, karıqıblar, 4 dənə də F-16-nı vırıblar, bir dənə İraqda, Göydə, 8 nəfər öldü, Amerikalılar ölümdən qorxur, bu işə başlayıblar. Elə Trump dedi, getdi, elə deyir. Elə deyil. Bəziləri də deyir ki, ekspertlər. Bu fikirlər də var, çox qəribədir. İstərdim ona da sizdən elə danışmışkən o münasibət öyrən. Deyirlər ki, Amerika Birləşmiş Ştatları və İsrail kəşfiyyatı, ümumiyyətlə dövlət rəhbərliyi nəyisə düzgün hesablaya bilmədi. Ona görə bu duruma düşdülər. Sizcə Amerika və İsrail nəyi hesablaya bilməyib? Burada, bu tribunada burada oturmuşduq. Sonra oktyabrın 7-si oldu. İsrail
Bax buradan elə mən də deyirdim, siz də baxın. Dedim, bax İsrail sizi məhv edəcək. Bu o da deyir ki, ay biz Netanyahu aşığıq, ondan sonra ay İsrail. Xeyr. Sadəcə keçənlik görüşük. Həm güc kimin tərəfində? Bəli, yox, məsələ o deyirsən ki, bunlar orada oturublar. İndi də bilirsiniz İsraildə. Sonuncu dünən yox İsrail yoxlamada bilirsiniz neçə nəfər İsraildə neçə faiz savaşın tərəfində durur. Və demir ki, Tehran rejimindən Tel Avivi yandırıram, ay Yeruzalemi vurdum filan. Bilirsiniz 95%. Netanyahu'nun kənarında durub deyir. Netanyahu ki, bu günləri işi qutsa, mandatı bitirsə, məhkəməyə getməlidir. Amma deyirlər, milsiyanı yerinə yetir. Deyir, 40 illik milsiyanı yerinə yetirəm. Dövlət, İsrail dövləti. 20%də bilirsin, orada o yaşayan ərəblər var. Onların da 20%də bəli, bu savaş olmalıdır. Ərəbdirlər özləri də. Orada. Hə? Və Amerikada siz baxın, nə qədər haykü salsalar da, Amerikada deyirsən ki, yox, burada partiyalar, dövlət adamları deyirlər ki, Trump da çıxdı axırca çıxdı. Kongressdə o raportunu bir həftə bundan qabaq dedi, bunlar bizi qırıblar gələn gündən. Xumeynini kimi de saxlamışdı Tehrandan savaş götürüb aparanda? CIA saxlamışdı. O yanındakı xanım Nəcəfdən gələndə də o xanım da dedi Mustafa'mın o siğəsidir. CIA idi. 1960-cı ildən deməsi Zarif Şenili deməsi idarəsi ilə əlaqədə idi Xumeyni. Və bilirdilər kimi Türkiyədə saxlasınlar, nə cür saxlasınlar. Mən də tarixə keçmirəm, amma da tarixdən yorulur. Və necə Rıza. Sonra Quduz oldu, İngilislər gətirdi. Sonra getdi demək dedi, elə bizdə Almanlar kimi ariyayı yüz, nəmdən yüz. Almanlar dedi, qaç gedin, ariyayı, nə filan özündən çıxardıbsan. İngilislər dedi, kütüyən, kütümüzü yeyib sən bizi qapırsan, səni şahin əmişik. Bu lafından dedim də bəbduat. Ona görə də burada da Xumeyn də gəlib oturandan sonra başladı səfirlik tutulanda, filan tutulanda. Hatta Xumeyn Amerika dedi, eləmə. Mustafa dedi, gəlib sən oturda demişdim, belə dedi, eləmə, elədi. Amerika'da 47 gözləyibdi. Trump da çıxdı o gün birinci dəfə idi açıq. Amma Bush demişdi ki, bunlar cinayət zadıdırlar, şeytan zadıdır bu işlərə. Amma nə oldu? Hamı da bölgədə çıxdılar. Amandı. Necə o Bolşevik dövləti bir zaman qorxu yaratmışdı. Meksika kimi gedirdi, teröristini orada öldürürdü. Filan yerdə terörün anası Sovet idi. Sovet idi ətrafındaşlarda. PKK deyilən Sovetin yaratması bir şeydi. Evet. Sözüm onda yox. Sonra dünyaya da amandı Bolşevik gələr, amandı gələr, amandı Rus gələr, KGB'si gələr, nəmnəyi gələr, filan gələr. Bu rejim də başladı teröra quruluq elədi. Hər yana amandı Tehran rejimi gələr, xoxdu gələr, teröristi gələr, dünyaya, Avropaya, Amerikanın özünə çək. Getdi adam terörlədi. Ağır Trump da çıxdı o kongressdə. Açıqcasına raport eləyəndə dedi ki, bura baxın. Bunlar bizi gələn gündən 444 gün səfirliyimizi tutublar. Ondan sonra gəliblər də Dəhranda, Səudi Ərəbistanda partladıblar, bizim əskərləri qırıblar. Sonra Keniyada qırıblar. Sonrasından demək ki, Livanda qırıblar, səfirliyimizi partladıblar, dəniz qüvvələrimizi öldürüblər. Sonra İraqda Zərqavicil filan bizi demək ki, o Qasım Süleymanı filan qırıblar bizimkiləri. Minlərcə bizim əskəri öldürüblər Amerikanı. İndi biz oturub Amerikada deyirik ki, bir nəfər biz Amerikanlı ölsədir, indi vaxtıdır. Dedilər vaxt, indi Amerika bu demək ki 3 həftənin içində 3 həftəyə keçir. Ay 11 milyard dolar xərcləyibdi. Görəsən Amerika neyəcək də var evi yıxılar. Amerika deyir ki Trump deyir keçən dəfə gəldim mən bu ərəbləri yandım salam aleyküm. 16 trilyon. Paranı qatlara qoydular götürdü. 16 trilyon. İndi deyim mən 16 trilyon pul getmişəm Amerikaya. Amerikada işsizlik azalır. Amerikada demək cəmaət də orada xoşluğuna, cüzdanına baxır. Deyir ki, pul gətiribsən, əldə eləyibsən. Petrol gətirirsən, Amerika diyorlar. Deyir, mən demokrasi gətirmirəm. Amma bunları da gələk, bunlarla da qutaraq. İndi bu boşluq əmələ gəlib. Ukraynada palçığa batıb bıyınızı. Putinin, Rusun oradadır. Trump'ın həmdə bir açıklaması var. Deyir, biz İranla işimizi yarımçıq qoymaq istəmirik. Çünki yarımçıq qoyuruq, sonra tərzə açıq deyir bunu. Deyir, keçən də bu əməliyyatlar oldu. Yenə yarımçıq qoyduq. Bu dəfə də yarımçıq qoysaq, yenə təzədən başlamaq. Bu da bizə əlavə olaraq itki. Bizdə ziyan hesab edilir. İndi bir də reklama düşürlər. 3 həftədə davama gətirir. Yoxsa biz 6 ay davam gətirir. Elə deyil. İlk günündə sənsən. Sənin demək ki, media yox, azad media yox, filanda yox. İndi gəlib küçələrdə qədimki kimi barikada qururdun. İndi gəlir o dronlarla. Orada vırır qəşək. Və sonra qaçıb indi körpülərin altında gizlənibsiz. Məscidlərdə gizlənirdiniz, xəstəxanalarda gizlənirdiniz. İndi məscidə qaçırsınız. İndi yana qaçırsınız, Əfqanistana doğru. Gizlədirlər. Demək ki, çoxlu adam canından qorxur, təminat yoxdur.
Və çoxlu bunların öz içindən nə mövqeyi əskəri, generalı filanı qaçırlar. Bəziləri izləyən bizi tamaşaçılarımız ətrafımızda da müşahidələri görürük. Ara sıra bu fikirlərlə söylənilir ki, görün İrana baxın, İranın gücünə baxın. Necə ki bunu Rusiya haqqında deyirdilər ki, Rusiya Ukraynanı vurur, dağıdır. Deyir Rusiyanın gücü. İndi Qətəri vuranda ya da deyir bu İranın gücüdür. Hə, nə gücdür? Nə gücdür? Hardadır o ağır? Böyle Qətərin bir dənə, deyəsən Qətərinkidir ya. Amma əvəzində nələr idi? Onları da bir siyasətçisi var, qabaqda da xaricçilərlə Qərqaş. Tanınmış adamdır, məşhur adamdır. Qərqaş deyir ki, bu Tehran rejimi o zadı itirib, o dadı göstərəni, yol göstərəni itiribdir bu, tərsinə. Demək ki, Qətərlə milyardılarla, sanksiyalar olur amma milyardılarla, ondan sonra deyirsən, amaratla, ondan sonra ummanla, hamısı bunların vurur. Sonra deyirsən ki, bayaq söylədim sizə. İndi deyirlər, Amerika qara qüvvəni hardan yetirəcək? Amerika qara qüvvəni gedirlər, oradan demək ki, Xuzistan, Əl-Əhvazdan. Ərəblər də Əl-Əhvazdakı qrupları, silahlar hamısını dəstəkləyir. Hamısını dəstəkləyirlər. Başlayıblar, bəyanatlarla çıxış edirlər, elə bizi qırıbdır, qıracaq, filan eləyəcək. Bəluçlardan girəcək. Bəluçlar, soğukdan hazırdılar. Kürtləri də atar, bu Kürtlər də mina daşıyan qatırdılar. Qatıra minanı bağla söylə, bunlar o cürdülər, bunlar. Demək ki, hər vaxt ölürlər gəldi, bedava birini tap, deyib, budur Kürtlər. İndi Kürtlər də qorxur. Deyir ki, bizi bir gündə siz Suriye'den sildiniz, yığışdırdınız belə zatdan sonra. Ona ki, Amerika'da ya kadar bakın da burada göre. Trump oynadır. Deyirsən ki, bu burada oynadır, başqa yerdən işi görəcək. Və bəyək da dediniz ki, Fransalılar açıq danışırlar. və İsraildə və Amerikada, CIA-də, Mussadda, intelijensiya, dolu deyil anadan yerdə. İllərdir işlədiblər. Orada səfalət var idi. $100 adam demək ki, işə götürüb. $100 İran adlanan yerdə Fəxrizadənin demək ki, bomba nədir? Nüvənin atası, nüvənin alimi. Bilirsən nə cür vurdular? Xanımısı ilə özünün arasında 30 santimetre fasiləsi yoxdur maşının içində. Gəldi bir maşın dayandı. Onda da yıxdılar, ay bu Bakıdan gəlib nəmləmənə. Bir dənə maşın dayandı, üstündən bir dəs qaldı, tak vurdu. Və xanımına da istad oldu, dedi, mənim elə böyrümdeydi ya. Onu vurdular Fəxrizə, getdi. Yəni məsələ budur ki, bu günlərdə hay düşübdür, necə bizim o, nə deyirsə, Qudrar Vadisi var deyə. Dedi, onun dişini çıxartdı. Niyə? Dedi, onun dişində CIA onun dişinin dibinə dəmir qoyubdur, o yazılır. Hamısını deyir ki, bilirsiniz nə var? Ağanın da, bağanın da, böyüküzün ikisində İsraillər çoxdandır, diş həkimləri qoymuşdu. Hamısının dişinin dibinə dəmir qoyub. Necə ki, o telefon məsələsində. 5000 nəfəri bir gündə öldürdü. Bayaq da söylədimi mən? Dedi, oktyabrın 7-sində hamımızı qıracaqlar. Bu İsraildir, hələ vaxtında 7 ölkə ilə savaşıbdır. Bunlar canı, bu ona deyir ki, bizim nə? Yahud milləti ilə nə savaşımız var? Heç vaxtda Türk milləti olaraq bunlarla savaşmamışıq. Nə İsrail dövləti ilə müdafə. Bizə nə axır? Bizə nə işi var? Bizə nə? İran adlanan yerdə Ruslar soğuk savaş dönemində yox da Yasir Ərəfatın o şahid sadrlarını belli örtü. Yasir Ərəfat çıxıb deyirdi ki, açıqcasına. Çıxıb deyirdi ki, böyük Ermənistan arzusu edirəm. Aparı teröristləri orada da deyildi bu Erməni teröristləri. Sonra bu Əbu Məzən. Bu deyir, bu. Gəldirdi səfirliyi təzə açdı Ermənistanda. Əbu Abbas Əbu Məzən, ən böyük teröristdir. Çıxıb deyir ki, böyük Ermənistan arzusuyla. Axır gülər kimi ne? Deyirdi, mən saldat, əskər göndərim Ermənistanın prezidentinə deyirdi. Gəlsin demək ki, sizin xeyrinizə Azərbaycana qarşı savaşsın. Azərbaycan diyor, ona pul verirlər. Beytillahmə olaraq kömək eləyir. Deyir, ay hayasız, terörist. Sənin dərdin nə Azərbaycan? Erməni deputatı bugün səhər xəbərlər buraxılışında bir açıqlamasını oxudum. Erməni deputatı deyir, Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu. Məsələn, bu artıq ermənilər özü deyir. İndi baxın, yəni söz buradadır ki, ya gərək biz demək ki, ya gərək biz öz millətimizin, öz dövlətimizin, öz ölkəmizin çıxaraq, dünya belədir. Dünyada belədir. O çıxarlarını görə, ya da ki, oturaq deyək ki, yox, mənim də hulyalarım, ondan sonra kimsənin çəpiyə orada başını örtürən, kimsə də orada falan, o dünya deyil, dünya büyün reallıq dünyasıdır, büyünləri. Türk dünyası. Və bizim də bəyək söylədim sənə, yer göyə gedə, göy yerə gələ, hər nə olur olsun. Heç kəs də bəzi vaxtlar, 90'larda, 91'lərdə hələ kimsə inanmırdı ki, bir dənə bu İran adalarına yerdən bəzi soldan var, çıxıb deyirlər ki, Sovetin xoşu gəlir, traktorunu bir yana sürür, ora sürər, nə Sovetini sürər, qələt eləyərdi, sürərdi. Bu günləri Azərbaycan var, qalib Azərbaycan, məsələ buradadır. Bu günləri kimsənin gözü götürürsə də, götürməsə də, bu Azərbaycanda, o tayında, bu tayında bir iddia oturubdur, bir məfşura oturubdur. Bu Azərbaycanlıdır, parçalanmış millət, parçalanmış ölkə.
Və o tayda bəllidir, o da insan haqları danışır, demokrasi deyir, dünyəviçilik deyir, cumhuriyyət deyir, parlament deyir, bu tayda. İndi istəyir kimsələr çıxır, belə demək şeydir, belə boş zatlarına analiz verir. Elə gedər Tehranda orada bir federal yaradaq, elə get yarat, elə get canını qutarırsa, Tehran qalacaq, Tehran qalacaq. İran nə olsa da onsuz nə işin var? Qalmayacaq, cəmaət demək 3 milyon əlan demək ki, qaçıb. 3 milyon qaçıb. Hərəkət verib, Xəzərin aşağısına gəlir, Azərbaycana gəlir. 3 milyon. Demək ki, və gün keçiddən də çoxalacaq. Və biri də deyir ki, sabah yox, biri savaş dəyişər. Trumpa da dedilər ki, Malaragoya gedəndə. Deyirlər ki, sizin hövsəniz darıxacaq. 5-6 gün dedim, mənim heç hövsələm darıxsaydı, heç burada durmamazdı, prezident olmazdım ki. Dedim, mənim hövsələm zaten çoxdur. Yəni, bu bir projedir, böyük projedir, zarafatsız bir dövlətdir. 11 milyar dəma 3 həftədə xərcləyibdir. Bilirsiniz, Trump dünən nə dedi? Dedim, mən 20 milyar dolar o gəmilərin soğurtasını öz boynuma götürürəm. Amerika 100 milyar dolar da və bir şey də var. Elə quzu bu Tehrandan, İran adlanan yerdə kimsə qalacaq və bu ərəb ölkələri quzu. O Amerikanın xərcini də hesab edəcək Türkiyə. Orada da bir 5 milyar, onu da hesab edə bir 50 milyar, orada da bir 100 min. Qutardı getdi. Çox sağ olun Əjdər bəy, təşəkkür ederim. Amma buyurun, qısa. Azərbaycanın güneyində biz istiqlal qoymuşuq. Biz mən söhbət Əjdərdən getmir, Məhəmməd Əmin bəy Rəsulzadədən, Cumhuriyyətimizdən, bu günü biz bağımsızlıq qoymuşuq. Və bu günləri çox adam deyir, hardadır Azərbaycan? Hələ millətlərin, hələ ağzı açılmayıb ki, hələ otorite sınmayıb ki, hələ bir dənə Klasnikov, bir dənə duşkadan götürüb, qaçır oradan ora və sabah həmin o pastarlar, həmin o bəsizlər mağazalara daraşacaqlar, evlərə daraşacaqlar, cəmaatın yenə də namusuna əl uzadacaqlar və bir dənə demək ki, kaos yaranacaq. Onu Trump da deyib. Kaos yaranacaq, amma bizim millətimiz Təbrizdə, Urumiyədə, Ərdəbildə. O ki, çox adamlar deyir, liderləri zani, lider qoyublar, qınında qırıblar, zindanlarda doldurublar. Abbas bəydən və bu millətin içindən o qədər lider çıxacaq ki, 1950-ci ildə bu Bakıda, indi başır, 500 partiya var, siyasi partiyalar, maşallah, lider də liderdən çox ərimizdə. Amma Azərbaycanın güneyinə analizə gələndə durub rəçətə yazmaqla, ay siz də gedin hansı mallı ilə, hansı elə söhbət yoxdur. İran adlanan yer qorunsun, elə deyil. Azərbaycanın güneyində bu millət həm Kürdün öhdəsindən gələcək, cızığından çıxsa, həm başqalarına və Azərbaycan, orada Azərbaycanın bağımsızlığıdır. Millət öz yerindədir, yeri gələndə də öz demək ki, o məsuliyyətini, missiyasını yerinə yetirəcək və o sözün sonu da. Bizim millətimiz bu 21-ci əsrdə missiyası bir millətdir bu Azərbaycan türkləri. O missiyanı da yerinə yetirəcək. Çağdaş Cumhuriyyət, Güney Azərbaycan Türk Cumhuriyyəti. Çox sağ olun, var olasınız elə bu gözəl istəklərlə, arzularla canlı yayın buraxışımızı yekunlaşdırıq. Görüşlərimiz olacaq, hələ ki nə qədər ki vətəndəsiniz və ölkədəsinizsə bu təbii ki hissləri, emosiyaları, gerçəkləri insanlarımıza çatdırmaqda davam edir. Çox sağ olun, var olasınız. Belə, dəyərli izləyicilərimiz, gündəm masada verilişində ənənəvi olaraq ən önəmli mövzuları an etibarilə baş verənləri və gerçəkləri, təhlilləri sizin diqqətinizə çatdırmağa çalışdıq. Studiyamızda isə dəyərli qonağımız Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başkanı Əjdər bəy Tağızadə idi. Yeni qoşulan izləyicilərimizə və sonadakı bizimlə olan tamaşaçılarımızın, seyircilərimizin hər birinə ayrı-ayrı təşəkkürümüzü bildiririk. Yekunda onu da qeyd. Bugünlük bu qədər. Sabah növbəti efirlərlə yenidən görüşmək dileğiyle.